biraz gelsin. Koy da. Sen ölürüm, ben öleydim. Ermeni çıktı, sen öldürün. Allah rahmet eylesin. Şad olsun. Hakkında danışacağımız hadisə 1989-cu ilin 14 iyulunda baş verdi. Həmin dövrdə Dağlıq Qarabağda fəaliyyət göstərən Moskva tərəfindən formalaşdırılmış xüsusi idarəetmə komitəsi var idi ki, ona da Arkadi Volski rəhbərlik edirdi. Həmin Volski ki, onun demək olar ki, həmin dövrdə Qarabağdakı fəaliyyəti bütövlükdə ermənilərin separatçı, terrorçu fəaliyyətlərinin dəstəklənməsinə əsr olunmuşdu. Kəlbəcərin Ağdavan kəndinə ermənilər basqın eləmişdi. Bizim polislər həmin ermənilərin 8 nəfərini tutub gətirmişdilər. Sonra bir neçə gün ondan sonra bir dənə vertolyot Kəlbəcərə gəldi, stadiona getdi, düşdü. Hərbi vertolyot Kəlbəcərdən onları aparmağa gəldi. Onlar imkan vermədilər ki, biz onları göndərək Respublikada lazımi cəzalarını versinlər. Gəlib onları aparan zamanda hansı ki vertolyot düşməli idi, xüsusi meydança vardı. Vertolyot gələndə həmişə o meydançaya düşürdü, o meydançaya düşmədi. Uşaq idik, maraqlı idi. Birinci dəfə idi elə hərbi vertolyot görürdük. Həmin vertolyota baxmaq fikri ilə gəldik. Yadımdadır, mənim onda 13 yaşım vardı. Bizim evimiz burada yaxınlıqdadır. Ümumiyyətlə, Kəlbəcərə vertolyot gələndə uşaqlar toplanırdılar vertolyotun ətrafına. Sonra isə havalananda vertolyot daha çox onun altına doğru hərəkət eləyirdilər ki, ondan bir əyləncə özləri üçün yaradılar. Və bu dəfə də hesab eləyirdilər ki, yenə növbəti bir vertolyot gəlib, hər kəs evindən, məhəlləsindən toplaşıb gəlmişdilər həmin vertolyotun ətrafına. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Tüm şehitlerimize Allah rahmet eylesin. Şəhidlərimizin yeri 5 eləsin. Ay senin kadar yolum, ay oğlum, senin başına dönüm, ay oğlum. Senin
Yemin ben ölürdüm. Sahabetin ana. Babam dedi sahabetin kabrini ziyaret eyle beni abimden. Senin kadar kalmayı anam. Babam ağır hastaydı gelebiliriz kabrini ziyaret eyle. Oldu qəbir. Hava isti olduğu üçün mən düşdüm aşağıya. 8 uşaq qaldı iskameykada. Vertolyot havaya qalxanda onlar birbaşa bizim üstümüzə sürdü. Başımın üstündən bir yarım metr yuxarıda olardı o vertolyot. Toz dumana qalxdı, şaqqıltı, reşotka vardı stadionun arxasında. Mən reşotkaları da qırdı, düşdü stadionun arxa tərəfinə. Mən qorxdum. Stadiondan qaçdım, kənara çıxdım. Hər kəs bir tərəfə qaçdı. Mən də eyni şəkildə özümü deyək ki, həmin o qəzadan uzaqlaşdırmaq üçün əks istiqamətdə qaçdım. Qaçdığım vaxtda gördüm birdən kürəyimə nəsə bir yumşaq bir əşya dəydi. 2-15 dəqiqə qalmışdı. Qız dedi ki, ya yemək ye, dedim yox, anarı çağır sonra. Elə pəncərəni açanda dedi ki, ana vertolyot açdı, uşaqları vurdu. İstifçiyə getmişdik, orada Ceyran bulağı deyilən yer var. Bizim qonşumuz bir də gördük ki, gəlir maşından, qışqıraraq xəbər elədi ki, mənim anamın qan təzyiqi vardı, bəs ananda hipertonik krizdir, özünü yetir. Mən bunun düzgün olmadığını fikirləşdim bu qonşunun danışığından sonra ona mən dedim ki, sən mənə dəqiqdir. Onda bu fəlakətin baş verdiyini o mənə danışdı. Biz təcili olaraq Kəlbəcərə qayıtdıq. Gördüm bir dənə maşın gəlir ki, üstdən və stadionda bir neçə uşağı vertolyot məhv eləyibdi. Mən də gəldim, həmin an stadiona daxil oldum. Düzdür, o 89-cu ildən bu müddət xeyli keçməsinə baxmayaraq o anı təsəvvür eləmək yenə də mənim üçün çox çətindir. Yəni stadionda demək olar ki, çox vahiməli bir səhnə idi. O qarşı tərəfdə oturan uşaqları vertolyot demək olar ki, ət maşını kimi doğramışdı. Hissələrə bölmüşdü. Amma bir an fikir verdim ki, bir oradan uşaqlardan gətirirdilər. Gətirilən uşaq tanıdım ki, mənim qardaşımdır. Onu bir neçə hissələrə bölmüşdü. Təzdən stadiona qaçanda polislər mənim qabağımı kəsdi, boşlamırdılar. Çünki ona görə ki, onların böyürlərində raketaları var idi vertolyotun. Hazır vəziyyətdə gəlmişdilər. Ki, partlayış olar. Mən yəni polislərin əlindən çıxdım. Bu istiqamətdə qardaşımın yanına gəldim, çatdım. O mən başından belə tutdum, qaldırdım. Qaldırdım, əlim girdi başının arxasına. Qışqırdım, Səxavət, Səxavət, sirkələdim. Görüm ki, mənə hey vermir. Mənə hey vermir. İstədim qucağıma alam. Məndən yaşına 2 yaş böyüdür. Evimizə gətirəm. Gücüm çatmadı götürməyə. Yenidən yavaşca yerə qoydum. Ani momentdə 4 böyrümə baxdım ki, and olsun Allah, uşaqlar bizdən necə idi? Hamısı tikə-tikə. Qol bir tərəfdə, kıç bir tərəfdə, baş bir tərəfdə. Doğram eləmişdi. 8 dənə şəhidin ortasında da mən. Şəhərə deyərdim ki, gətirəydim. Açırıb ötən stolların birini gətirəydim. Bir Səxavətin qəbridir. Hə, bilirəm. Sonra başqa öbürləri Sultanın oğlu. Bir dənə daş qoy ora.
O birden bu. Sən deyirsən? Bot yerdən bax. Təmiz Şəkilin o şeyi olan Qabağımızda çörək vardı, çörək yerdi. Birdən gördüm, çörək mənim boğazımda qaldı. And olsun Allah, uda bilmədim. Arvada dedim, bir qırıq su ver, bunu udum bu çörəyi. Onda gördüm mənim bir oğlum qışqıra çağırır, ay ata. Şöyle çıxdıq ki, nədir? Bizim evi qoyub, evin arxasından ağız aşağı qaçır. Da evimizi o yekəliyə, uşaq tapa bilmir evimizi. Dedim, nədir, nə olur? Qaçdım evimizdə, yəni atamgilə getdim ki, xəbər verəm. Yolu azmışdım tez. Şum düzgün özümü idarə eləmirdi. Ona kimi atam çağırdı ki, ay oğul, hara gedirsən? Dedim ki, ata. Oğlun ölübdür. Biz arvadla ikimiz də qaçdıq, getdik stadiona. Stadiona getdik ki, birinin qolu bir yanda, birinin qılçı bir yanda. And olsun Allah'a, onun qollarını tapıb bir-birinə tikə bilmədilər. Amma bana dedilər ki, sizin uşaq sağdır. Balınsıya apardılar. Otduq bir maşına, qaçdıq Balınsıya. Gəldi ki, Balınsıyada mənim oğlum da ölübdür. Biz onları onların ancaq gedilər, koftalar, ayaqqabılarının rəngi ilə, onlarla biz uşaqların cəsədlərini topladıq bir yerə və onu öz həyətimizə gətirdik. İndi müsəlman qaydasına görə də biz onu bir normal şəklə salmalıydıq. Ona görə mən də cərrah kimi bizim yerli həkimlə xahiş elədim ki, mənə alətlər, tikiş materialları versin. Çox çətin olsa da mən onların cəsədlərini ayrı-ayrı tikdim. Normal bir şəkilə salandan sonra biz onları dəfn elədik. Anam tibb bacısıydı. Həmin gün növbədə idi. Mənim anam da gəlib kömək elirmiş. Birdən arxadan belə səs eşidibdi ki, mənim qardaşım deyir ki, mən Məmmədov sahibəm, mənim anam növbədədir. Onu çağırın, mən qoymasın, öləm. Anam arxaya çevirib ki, bu özü ruslara, ermənilərə yardım elədiyi halda oğlu orada qanların içində yatır. Qan axmadan elə qardaşımı biz itirdik. O qorxu hissi üstün gəldi deyə qalxıb stadionun divarını açdım. Bir an geri dönəndə gördüm qara tüstü çıxır və həmin vertolyot stadionun arxa divarından aşağı düşübdü. İlk görməli olduğum iş evə təcili qaçmağım oldu ki, bilsinlər ki, mən sağam. Erməni quldurlarını Kəlbəcərlilərin, Kəlbəcər polisinin əlindən alıb Xankəndinə aparmaq üçün hərbi vertolyot göndərilmişdi Kəlbəcərə. Sonradan məlum olacaqmış ki, həmin pilotlar spirtli Burada aşağılar neydi? Burada Səxavət şəkili. Özü vurdum. Bana dedi, onları qoydum, Göl qıraqlara tökülür. Yaşamıyor ki. o cahil. Əskər o Səxavətin
Burada şəkli idi. Burada Şuşağın oğlu, onun şəkli idi. Burada Orucov Qaçayın nəvələrinin idi. Sonra Masarə müəllimin oğlunun şəkli buradaydı. Naqfin şəkli, hə, Naqfin buradaydı. Raziminki aynındaydı. Hə, burada Razinin şəkli idi. Kəlbəcəri işğal edəndən sonra avtomatın qabağına verib bütün bu abidəni yerlə yeysan eləyiblər. Hamısı güllə izləridir. Onların atdıqları güllələrin izləridir. Atam bu barədə çox yuxarılara məlumatlar verirdi ki, yəni mənim körpə uşağımdır. Onun nə günahı var ki, onu erməni terroristləri gəlib doğram eləyib gedə. Bir il yarım atam bu işin dalına düşdü. SSR-dən 2 dənə müstəntiq gəldi Kəlbəcər rayon polis şöbəsinə. Artıq siz şikayətinizi dayandırın, şikayət etməyin. Bu işdir, olub da, qutarıb da. Həmin dövrdə baş vermiş bu hadisə ilə bağlı cinayət işi açılıb. Amma onun sonrakı gedişatı qeyri-müəyyən qaldı. Münaqişənin hərbi müstəviyə keçməsi, onun ardınca Dağlıq Qarabağda ərazisində və digər yerlərdə kəndlərimizin terror hücumlarına məruz qalması, ardınca Xocalı soyqırımı, bu cür qətliamlar artıq demək olar ki, bu 14 iyulda Kəlbəcərdə baş vermiş bu qətliamı sanki unutturdu. 30 ildir mən o qəbrin yolunu gözləmişəm, onu bir dəfə görəm. Allahın bu gününə şükür ki, mən gəldim, onu gördüm. Uşaqların heç bir günahı yox idi. Uşaq 11 yaşında bir uşaq idi. Sadəcə baxmağa getmişdi. 8 erməni tutmuşduq, 8 dənə də şəhidimiz oldu. Ermənilər sağ-salamat getdilər. Bizim körpələrimiz elə şəhid oldular. Neçə evləri oğulsuz qoydular, neçə evlərə yas saldılar. 32 il keçəndən sonra mənim indi bu yadımda qalan o səhnə indi də mənim gözümün qabağına gəlir. Mən o dəhşəti görəndə mən fikirləşirdim ki, bu 7 yaşında mənim qardaşım oğlu, 10 yaşında bacım oğlu. Bu körpə uşaqların günahı nə idi ki, bunlar bu erməni terroruna məruz qaldılar. Kəlbəcərdən biz gətirdiyimiz bu dəftərdir. Anar Valehli 2-ci sinifdə keçmişdi. Bu dəftəri mən açdım ki, burada 3 dəfə bəxt yazıb. Elə bunların hamısının da bəxti belə oldu. Bizim bu divarlar. Yok görsən ki yanındadır. Burada garajımız var idi. Sən onda balacaydın. İndi bunun arasını kəsiblər. Burada bizim hamam atam rəhməti itirmişdi. İndi buralar dağıdıblar. Bu evlər də bizim elə evlər belə idi. Üstün zanı görsən dağıdıblar. Daşlar da görsən. Bu daşlar hamısı atam rəhməti yolma daşlarla elətdirmişdi. Sən gör buralar nə günə qalır. Baxsan, bütün hamısını dağıdıb məhv edirlər. Ondan sonra yana yer siz də burada oynayırdınız, balacaydınız. Burada bilyard var idi. Rəhmətli Cahit də şey eləyirdi. Burada başına bir panama koymuşdu. Rəhmətli Mahirə dayısı ilə burada bilyard oynayırdı. Atam anam da burada qalırdı. Buradakı evdə. Orada bizim elə bil ki Aynəbənd deyirdik də, ora Aynəbənd idi, Kuxnuydu. Bunu əvvəlcə atam 58-ci ildə tikdirmişdi, bax bura qədər olan binanı, köhnə evdə. Sonra buralardan hamısını dağıdıblar. Yadına yerdə bura mənim otağım deyirdilər də, yadına yeri Sabirin otağı. Oranın indi arasından dağıdıblar. Oradan da keçirdiği o otaq ümumi otağıydı. Bu şeylər bizim deyil. Bunlar bizimkiler eləmir. Anamın əkdiyi o vaxtlar qızıl güllərində bitir. Burada gilənar yetişir. Orada da o bir tərəfdə də qarağat. Burada bizim çox böyük alma ağaçlarımız vardı. Onu da rəhmətli atam Qubağın alması demirdilər. Atam oradan gətirmişdi. Bu ermənilər, bunlar insan deyirlər ki, bunlar bu terrorçu, bu şərəfsiz. Gör indi bu insanların, təkcə bizim evlər yox. Görürsünüz bu nə qədər burada evlər, həmin evlərin hamısını pis günə virana qoyublar.